Ləzzət Abbas. Davay da bu fartın olub da bizim də mən başladım. Orman mənə öyrətdi. Əslində bu söhbətin şeyi nədir? Bilirsən. Hə, bilirəm. Bir an yoxlum görüm, bilirəm. Bu arada bu şeydir də, yəni krokodildir, timsah. Timsah da. Nəyə oxşur yəni? Ağzı belə idi həmişə, tutamırdım ki, nədir yəni. Utdun ha, olsun. Orman da öyrətdi başı. Ormana təşəkkürlər yenə də. Content Lab-a təşəkkürlər. Hələ də o 2-3 patronumuz qalıb. İnşallah verirlər ha, brat bu. Allah onları qasırmasın. Allah onları bizə qasırmasın. Simvolik də olsa, simvolik olmasa da təşəkkürlər onlara da. Bizim podkastlar baxırlar. Bu arada söhbəti gedirdi. Sən yəni intervyu podkast xarici dildə baxırsan? Mən baxıram deyəndə çox az baxıram əslində. Nəsə late night show, belə qısa videolar varsa ona baxıram. Belə podkast, intervyu, belə davamlı olaraq baxdığım olmayıb açığı. Kanlara baxıram da yəni. Gündəlik, yəni filmdir ancaq baxdım. Gündəlik ancaq filmə baxıram hə. Gündəlik neçə filmə baxırsan? Bir dənə rubrika var, bunu deməmişəm. Tamaşaçılara 50 film tövsiyəsi edirlər. Elə söhbət var. 50 filmdə müğənnidən soruşurlar adətən ki, bir dənə tövsiyə elədir filmi. O ki mütləq Shawshank-dan qaçışa baxan. Yes. Elə söhbət. Mən şərhləri baxdım elə-belə. Yəni şərhləri o demək deyil ki, nəzərə alırıq, amma baxırıq. Orada nə bilim uşaqlar atırdılar da, dostlar Instagramda və ya digərlərdə. Orada demək biz intervyular çəkəndə, yəni ümumiyyətlə klassik intervyu mənim ən xoşuma gələndir. Yəni məsələn indi o intervyular tapılmır. Uzun adam danışır bioqrafiyadan, tələsmirsə 3 saatlıq, 4 saatlıq mən baxıram, xoşuma gəlir də. Ən xoşuma gələn janrdır bəlkə. Bir də avtobioqrafiya kimsə yazandır da. Onları biz çəkəndə Azərbaycanda öz aramızda dedik ki, 3 saatlıq, 2 saatlıq intervyu kimdir baxan? 3 saat 40 dəqiqə olub zat. Amma bir müddətdən sonra dedilər ki, bu süjet deyil də, ortanı buraxa da bilərsən, baxmaya bilərsən. Orada şeylər qoyulur, time kodlar. Onun üçündür ki, xoşuma gəlməyən yerləri qabağa verəsən. Yəni burada müqəddəs bir şey yoxdur. Film deyil, sənət deyil, bir şey deyil də. Deyirlər ki, çox uzundur. Molla Nəsrəddin misalı. İndi podkast çəkmişik 25-30 dəqiqə. Deyirlər ki, çox qısadır. Necə bunu da demədinsə? Ona görə məncə heç kim nəzərə almadan öz istədiyimiz. Yəni ki, bunun janrı məncə podkast janrı onu tələb edir ki, Amerikan stilində, yəni Amerikada yaranıb. O tez bazar, heç bir dərin, biz biraz giririk, amma səthi mövzulardan danışılmır. Adam intervyu elədi ki, adama və intervyu alan mənə elə gəlir. Mənim şəxsi təcrübəm buna deməyə əsas verir ki, intervyu alanda adam az danışmalıdır, intervyu alan. Mən bir Azərbaycanda intervyu görmüşdüm ki, 2-ci dəqiqədə sual verməyə başladı, 21-də bitdi sualda, 19 dəqiqə sual verir. Yəni dözülməzdir də. Yəni mən o adama görə, qonağa görə baxıram da. Amma podkast elə ki 50-50-yə paslaşırıq da. Dərin mövzu səthi danışılmalıdır, belə deyir də, hə? Dərin mövzu səthi danışılmalıdır. Mən belə bir özüm üçün şey çıxartdım. Yəni baxış, onsuz da biz də baxışdan pul qazanmırıq deyə. Yəni mən başa düşəmirəm ki, insanlar niyə səthi mövzulara müraciət edir. Yəni 5000 baxışla 100.000 baxış arasında YouTube-da pul $50 da. Yəni ondansa sən səthi mövzulardan qaç, öz bildiyin normal söhbətləri danış. Mən belə bir şey çıxartdım özüm üçün formul. Əhvalatdan mücərrədliyə getdikcə baxış sayı azalır. Yəni mücərrəd şeylərdən danışdıqca baxış azalır, amma əhvalatdan danışdıqca baxış sayı çoxalır. Budur. Bunu bilərək biz mücərrəddən danışırıq. Bilərək bunu edirik. Yaxşı, temamız nədir bu gün? Bu gün qəhrəmanlardan danışacağıq. Qəhrəmanlar ölür, amma unudulmur kimi olsa da, amma qəhrəmanın bizim dünyamızdan sıyrılıb çıxmağı, ümumiyyətlə qəhrəmanın olmamağı tendensiyası, müşahidəsi müxtəlif yerlərdə məsələn. Bu qəhrəmanlarla bağlı ən yaxşı söhbət edənlərdən biri dahi Jean-Baptiste Vico'dur. Vico'nun bölgüsü var idi. Onu desəm hansısa podkastda demişdik. Tanrılar, qəhrəmanlar və insanlar. Elə adlarından da məlum olduğu kimi hər dövrün özünə məxsus xarakteristikasını elə adların özündən çıxartmaq olar. Artıq insanlar dövrüdür. Burada böyük insanlardan, böyük şəxsiyyətlərdən, dahilərdən söhbət gedə bilməz. Hansısa bu tavoyda itmiş insanlar artıq həyatda qəhrəman obrazına bürünməyə çalışır, amma heç də uğurlu alınmır. İndi biz getmişdik filmə baxdıq. Elə Mehman da bizlə idi. Napolyon filmi. Məsələn, orada Napolyonun Ridley Scott tərəfindən verildiyi formanı biraz bəyənmədik. Ona görə ki, Napolyon kifayət qədər böyük adamdır. Tarixi üçün, həm dünya üçün. Yəni, adam dünyanı dəyişib də bir növ.
Amma onun verildiyi stil müasir dövrdə qarşılaşılan insan həyatı ilə eyni. Yəni sanki Napolyon da sizdən biridir kimi deyil də. Yəni ola bilər tortdur, amma yəni Napolyon bir yoldan keçən adi sadə bir vətəndaş deyil. Onu kifayət qədər daha yaxşı da vermək olardı öz şanına yaraşan formada. Biraz Təzə bir loser şey- kimi verildi. loser kimi Və veriblər, ingilislər hə. deyəsən maliyyələşdirdi. Ona görə fransızları deyəsən pis göstərmək istəyirlər. Bəlkə Orada də biraz elədir. şey Arxasında nəsə bir şey yatırımı yoxsa yox. Bəlkə də çox köhnədir. Bu biraz özü şey ola bilər. Konspiroloji bir arqument ola bilər. Amma yenə də yəni, məsələ odur ki, artıq qəhrəmanlara ehtiyac yoxdur istənilən sferada. Artıq işçiyə ehtiyac var. Bu işçi söhbətini deyəsən Jungerdə var idi, hə? Onun düzdür işçisi konsept olaraq biraz fərqli, belə də iradəli, bütün dünyaya qarşı olan, bəlkə də biraz belə özünü bu tavoydan izolyasiya eləmiş, müəyyən mənada siyasi şüur olan bir adam kimi idi. Amma indi bizdə neoliberal dünyada hansısa bir qəhrəman nəyisə həll eləyəcək, çıxıb belə riskli bir dənə diviziyaya ilə hər şeyi belə ədaləti bərpa edəcəksə, artıq bu məncə heç kəsin gözləntisi deyil. Kim də elə bir şey gözləyirsə, sadəlövhlük olardı. Düz başa düşdümsə, məsəl üçün əvvəl tanrıların hekayəsi yazılırdı da, məsəl üçün Teogoniyada zətdə, yəni ancaq Zevs belə elədi, falan kəs belə elədi. Sonra Odissey, Tesey belə elədi. Axillesiyada. Sonra dedilər ki, və şeydir də bu belə Sabiratin obrazı idi də, yəni ki, bir çox xüsusiyyətləri bir varlıqda cəm edən idi. Yaxşı bir Mixail Baksinin yazısı var bu ilə bağlı. Hansı romana ön söz yazıb. Orada deyirdi ki, qəhrəman odur ki, yəni klassik qəhrəman odur ki, o cəmiyyətdən təsirlənmir, hansısa seçilmiş bir adamdır və daxilən cəmiyyətin heç bir xüsusiyyətlərini daşımır. O gəlir özünü realizasiya edir, gedir. Müasir misal Che Guevara kimi də misal üçün şeydir. Amma müasir Joker qəhrəmanı necədir? Mütləq o cəmiyyətdən təsirlənməlidir. Ya dərmanı kəsilib, ya psixoanalitik, yəni kövrək personaj idi ki, o da sizdən biridir. Əslində onun anormaldır, o luzerdir, həyat yoldaşından ayrılıb, ona görə o qəhrəman kimi görülüb. İndi isə tendensiya odur ki, məsəl üçün son 20 ilə baxsaq, məsəl üçün Kanda, nə bilim Venesiyada, Berlində. Berlində vəbşə yəni türklər də olurdu orada. Fatih çox rast gəlsən. Onlar orada nə edirlər? Məsələn, bir roman var idi, mən tam yadımda deyil, adı Gözətçi adlanırdı. Okay. Deməli, orada ilk dəfə xadiməçinin və yaxud saatsazın yadımda deyil, gözü ilə, yəni onun point of view-su ilə, nəzər nöqtəsi ilə roman yazılmışdı. Yəni aristokratın falanın yox, adi xadiməçinin gözü ilə. Və bu bum yaratmışdı romanda ki, sən demə xadiməçini şeyin mərkəzinə gətirmək olar, roman süjetinin mərkəzinə gətirmək olar. Ondan sonra nə oldusa, bilmirəm, Oqtay film söhbətində bizdən daha praktik adamdır da, yəni dokumentarda falan. Yəni nə baş verdi ki, səncə, məsəl üçün replikon maraqlı olar ki, yəni adi hekayə, adi adamın hekayəsi yazılır. Adidən adi adamın hekayəsi yazılır. Belə baxanda biz həyatda adi adamın ürəyimiz sıxılır da onları qulaq asanda. Deyirsən ki, gəl dinəndə, amma gedib tutaq ki, bir Hollywood filminə baxırıq da ki, o xüsusi adamdır. Amma indi məsəl üçün mənə gəlir ki, Kahneman buna nəzərə alır ki, qadın olmalıdır, nəm qaradərili olmalıdır, yahudi olmalıdır. İndi uje yox, yahudi uje imici korandı. Yəni adi adamın hekayəsi filmdə məsəl üçün səncə harda əmələ gəlməyə başladı? Hollywood filmlərindən Jim Jarmusch idi avtobus şoförü işləyən Gülşif Dahla bir yerdə olan. Bəli. Sonra axırıncısı Yaponiyada tualetləri təmizləyən sadə bir adam. Bəli, Wim Wenders. Bu tərzdə də var, yəni sadə adamlar göstərən. Bu bilmirəm bir məqsədli formada yaradılmış bir axımın falan artıq bəlkə kapitalist sistemdən əlaqəli ki, artıq yəni siz də qəhrəmanlardan birisiniz və yaxud da qəhrəmanlar da sizdən birisi, bəlkə hamını pohpohlamaqdır. Bilmirəm, yəni bir məqsədli şəkildə olmuş bir şeydir, yoxsa beləcə tendensiyadır. Beləcə tendensiyada ya formalaşıb günümüzdə belədir. Amma bunun mənim daha çox izlədiyim filmlərdə bayaqlarım adını çəkirdi franşizdən əvvəl. Hansı ki, çox da mediada, kinoteatrlarda, yəni kütləvi alətlərdə, kütləvi media alətlərində, mass mediada çox da qarşılaşdığım filmlər deyil. Müəllif filmlərdir, az büdcəli filmlər olur, az dedim, yəni 100 min falan civarında və yaxud da həqiqətən də Hilal kimi tamamilə yəni demək olar sıfır büdcəli filmlər. Onlarda da artıq yəni bu şeylər önəmli. Hilal filminin özündə belə yəni anası ilə özünün yəni sadə həyatından, amma toxunduğu məsələlər yenə nəticədə gedir, yəni bəşəri məsələlərə toxunmağa çalışır. Amma elə filmlər var ki, orada heç bəşəri mövzulara toxunulmur da. Toxunulmur da, amma işte o sadə, sıradan bizim kimi sıravi vətəndaşların da tamamilə həyatı ilə birbaşa bağlantılı bir şeydir deyə bəlkə də.
simpatiya, empatiya qura bilirlər. Onlar üçün maraqlı gəlir film, amma niyə belədir, məqsədli və məqsədli olmayan. Digər filmlərdə bayaq deyim, məsələn Kosakovskinin filmində artıq adam sənədli film çəkmək üçün gedim hansısa bir uçan adam, qaçan adam belə bir şeylər tapmayım. Bu həqiqətən bəşəri mesajları ötürə biləcəyim, bəşəri dəyərlərə toxuna biləcəyim hadisələr elə öz həyatımıza başlayıb. Biri Kosakovskinin Sviato haqqında filmdə öz uşağını çəkibdi. Filmin spoiler gedir. Yəni film özünü dərk eləmək, özünü fərq eləmək, yəni bununla bağlıdır. Amma çox sadə, çox hamımızın həyatında baş verən öz uşağını müəyyən yaşa qədər, hansı ki bir fərdi ayıra biləcəyi yaş var, bilmirəm, yaş yarımı neçə, 2 yaşdır. O yaşa qədər heç vaxt güzgün qarşısına keçirməyib, heç vaxt özünü göstərməyib ona. Nə fotoda, nə orada da, burada sırf yəni proyekti belə başladı. Və bir gün artıq qərar verir ki, vaxtıdır. Kameranı quraşdırır, gün boyunca, bir neçə saat boyunca uşağın evdə hərəkətlərini çəkməyə başlayır. Kamera demək olar ki, bir angle-dandır. Səhv eləmirəmsə bir dənə angle-dandır. Bəlkə bir vaxtı dəyişir, güc gətirir. Və gün boyunca ilk dəfə uşağını orada özünə elə şərait yaradıb, gücün qabağında şeyləsin. Uşaq orada özünü görüb ilk dəfə birinci vecini almır, sonra yavaş, sonra baxır ki, onlar əvvəldə güzgün görməyibdi bu adam. Heç vaxt özünü görməyib. Amma başlayır şey eləməyə. Sviato, özünün adını deyir orada səhv eləmirəmsə. Da, orada atası da girir söhbətin içinə. Yəni bu cür sadə evin içində əslində bilmirəm bu sözlə necə ifadə edeyim, amma hamımızın həyatında baş verən çox sadə, yanından belə keçib getdiyimiz, diqqət eləmədiyimiz şeylərin əslində yəni fikirləşsən həyat və yaşam üzərində bəlkə də bir toxunan ya da əlaqəli nöqtəsi var. Yəni çox da gedib dərin belə Yunan mifologiyasından falan qəhrəmanlar oxuyub anlamağa çalışmağa ehtiyac yoxdur. Öz ətrafımızda bəlkə sadə şeylər baş verir, bununla da həyat anlaya bilərik kimi. O cür həqiqi sinema adamları ya da ki artistlər, yəni sənətçilər bu yola müraciət ediblər. Amma ümumi bu kommersial dünyada necədir, bilmirəm. Məsələn, nə əcəbdir? Yəni həqiqətən məqsədli midirmi, bilmirəm. Batman kimi qəhrəman var da. Batman hardasa neçənci ildə çıxıb mən bilmirəm. Yəqin ki, 2-ci Dünya müharibəsindən sonradır da. Nə vaxtdan? 2-ci Dünya müharibəsindən sonradır da yəqin ki. Okay, komikslər vaxtı yəqin ki, Batman çox da belə sualı yox idi da özü ilə bağlı ki, ayda başım ağrıyır, nə bilim. Amma dünyanı gedirdi, xilas edirdi. Yəni onun işi o idi ki, gedir, dünyanı xilas edir və hamı da alqışlayırdı onu, Superman məsələn. İndiki çəkilən filmlərdə Batman özü ilə daxili introspection edir, deyir ki, ayda mən necə başa düşdüm, sevgi, psixoanalitik söhbətlər, okey, bəlkə şəxsiyyət ikiləşməyi, özümü pis hiss edirəm, bu gün mudda deyiləm, qalsın bəlkə özləri nəsə eləyərlər. Adamın gözündən düşürdü o yəni. Okey, yəni o söhbətlər girdi də. Yəni qəhrəman artıq belə nə vaxt oldu psixoloji, yəni xarakterin psixolojiləşdirmək. Yəni ki, bu Hamletdə oldu da. Ona qədər elə şey yox idi axı. Gedirdi kimsə tak hərəkətlər edirdi, bitirdi. Hamletdə sorğu-sual başladı ki, görəsən atam, əmim gəlib, anam xəyanət edir və s. və ilaxır. Ona görə yaxşı dramdır. Pis mənasında demirəm. Yəni ki, başladı hardasa. Don Kixotla da şey oldu. Belə qəhrəman ümumiyyətlə belə şey oldu. Bu belə Don Kixot əlində şeylə gedir dəyirmanla döyüşməyə gedir də əlində. Belə qəhrəman düşür. İndi yəqin ki, ortalıqda qalxmaq zad olub. Werther özünü öldürdü zat. Batman-də indi Robert Pattinson'un ən belə şeyində də, yəni bayağılığın apofeozudur, yəni ən yuxarısındadır o. İndi biz məsələ indi odur ki, qəhrəmanlar necə sıradan çıxdı, adi insanlar gəldi. Adi insanlara bəlkə də söz verilmirdi. İndi yəqin ki, liberal dünyanın elə özünün şeyi odur ki, hamıya çatsın o şey. Hamıya söz haqqı verilsin. Məsələn, bir taksi şoförü özünü ifadə etmək haqqı tanısın. Filmdə ola bilər, sənədli filmdə ola bilər, kitabda, romançılıqda ola bilər. Bu yaxşı pis məsələsi deyil. Sadəcə tendensiyanın necə belə dəyişməyi məsələsidir. Oqtay deyir, əl kameraları çıxdı. Sonra deyir ki, iPhone-la film çəkdi daha Nike məsəl üçün. Yəni o nə deməkdir? Hər adam çəkə bilər, hər adam yaza bilər. Məsəl üçün bu təkcə şeydə deyil, roman janrında da belədir də. Yəni istənilən adam öz nənəsinin hekayəsini çəkə bilər. Amma o məsələn mən nədir? İstisnai insanlar mənim xoşuma gəlir də. Təkrar olunmaz hadisələr mənim xoşuma gəlir şəxsən. Yəni demirəm olmamalıdır da. Kimin qabağını kəsə bilərsən, hamı çəkir, hamı danışır. Amma adidən adi adamın hekayəsi yaxud hansısa bir performans artı. Yəni gəlib baxırsan ki, bir adam öz pessimist dünyasını video fraqmentindən göstərir. Bax, sən belə pessimizmə düşürsən, mən də belə. Yəni bunun fərqi nədən ibarətdir? Amma
hansısa bir xüsusi bir adamı çəkəndə bir adam, Grizzly Man kimi, Herzogda bir dənə adidən adam hekayə yox. Adi adamdır ya. Uç hekayələrində. Adi adamdır amma qeyri-adi hadisədir. Yəni Məsələn arasındadır. Onun Herzogun əslində çox sadə adi adamdır, Grizzly Man. Amma Hadisə heç də adı. hadisə də yox. Əslində heç də adi adam deyil. Neçə Hə də, aylarla belə, yəni o burun məsələsi. və neçədən elə adam tanıyırıq. Aysa. yəni. Eyni zamanda həm onu tapır, həm adi olmayanı tapır. Digər filmdə məsələn White Diamond bəyaz şey filmində, Pırlanta filmində o mühəndisin özü də əslində adidir. Yəni milyonla elə mühəndis işə gedib gələn, amma onun da qeyri-adi bir 100% Motivasiyası qeyri-adidir. Motivasiyası qeyri-adidir. Sonra gedib onu Jamaykaya gedir, hansısa ölkəyə gedir. Orada tapdığı o filmdə qarşılaşdığı digər bir şey. Elə təbii ki, orada setdə neçə nəfər var? Bilmirəm, 50-60 nəfər var da yəni ətrafında o anda kameranın arxasında. Amma orada kameranın önünə və arxasına keçən o qara dərili Jamaykalı yerli qaqaş var. Onu da yavaş-yavaş filmin boyunca filmin önəmli bir obrazı, önəmli bir personajı halına gətirir. Axırda filmin ki, əvvəldə deməzsən ki, bu obrazlardan birisi olacaq, filmdə önəmli fiqurlardan birisi olacaq. Axırda artıq o da olur. Yəni adi sıradan normal adamı şeyə çevirə bilmək bəlkə də qəhrəman çevirə bilmək. bu rejissorun şeyidir, məharətidir. Sadəcə onun deyil, amma yəni onu görə bilmək. Element məsələsi atıyorum oksigenlə başqa bir şey reaksiyaya girəcək, amma o şey nə bilim mislə girməyəcək təbii olaraq. Bəlkə də yəni mövzudan kənardır, amma yəni onu sənətçi eləyir də. Yəni onu bir yazar, onu bir rejissor o taksistə imkan verir ki, o danışsın. Belə amma özümüz bilirik ki, adi dünyada o taksist heç vaxt danışmayacaq. Okay? Yəni deməli ki, orada bir qrup seçilmiş şəxs var ki, onlar 100 minlərlə adamı danışdıra bilir. Deməli ki, o adam elə adi həyatda adidir və onun heç bir şeyə təsiri yoxdur. Sənətçi onu müəyyən mənada belə bir rakursla qoyur ki, o çox qeyri-adi səhnəvi görünməyə başlayır həmin situasiyada. Özün də sənətçi də bitirir belə çıxır ki. Məncə yenə də seçəndə bir xüsusi adamdır. Mən elit mənada demirəm, amma iqtisadi, xüsusi bir baxışı var onun. Qabiliyyəti var deyir baxam. Biz axı filmə baxanda elə bilirik ki, o adam özü səhnəyə atılıb. Elə deyil də, onu rejissor ora qoyub. Hə, çox da belə təəccüblənəcək vəziyyət deyil də. Eyni dəmirdən istifadə edib, taxtadan istifadə edib bir heykəl yaradan, müasir sənət növlərindən birisi. Bildiyimiz beton heykəli yox, ya da mərmər heykəli yox, fərqli şeylərdən istifadə edirlər. Bu da sinemada əvvəlkində belə Batman falan kimi personajlar idi, ya da romanda olsun, ya da ədəbiyyatda olsun. İndi bu cür də personajlar, qəhrəmanlar yarada bilən şeylər. Hələ misal üçün məsələn deyək ki, antik Yunan dövründə də adi adamlar var idi, qullar, kölələr. Sadəcə onları səhnənin mərkəzinə gətirən baxış yox idi, yəni müəllif yox idi. Amma bir müddət sonra misal üçün demokratiya falan bu siyasi dəyişikliklər olandan sonra adi adamı da hadisənin mərkəzinə gətirmək mümkün oldu da misal üçün. Yəni adi misal üçün nə bilim Turin atı şeyində heç bir hadisə də baş vermir. Prosta göstərirlər ki 18 saat kimsə qab yuyur ya da kartof bişirir. Mən nə ağlıma gəlir? Məsələn deyək ki fəlsəfə misal üçün Aristoteldə bu adam nə edirdi? Prinsipcə o qəhrəmana, şairə, mifə qarşı çıxırdı da. Yəni bunların düşməni kimi idi Homergil zad. Yəni qəhrəmanı belə parıltılı şəkildə, şişirdilmiş şəkildə yox, necə vətəndaş etmək olar? Yəni prinsipcə Aristotel belə deyirdi də, ilıq insan lazımdır. Yəni qəhrəman bizə lazım deyil. Yəni ərəbcə belə bir ifadə vardı, ifrat və təfrit. Yəni həddən artıq mərd də olmamalısan, həddən artıq qorxaq da, çox mərd olmalısan. Və bu ilıq insan modeli hüquqi insan modeli idi. Məsəl üçün Litvada məsələn deyirəm. Həm də nəyə görə bəlkə də adi adamın hekayəsi yazılır? Çünki Litvada hüquq işləyir. Nə bilim deyək ki, Avstriyada hüquq işləyir. Orada qəhrəmana ehtiyac yoxdur. Qəhrəman o zaman ortalığa çıxır ki, hüquqda boşluq var. Yəni ədalətsiz. Michael Kohlhaas çıxır. Hətta Zorro nə vaxt ortalığa çıxacaq? Zorro o vaxt ya da nə bilim deyək ki, hansısa Qaçaq Nəbi ya da Robin Hood. Hə, o zaman bir ədalətsiz olduğu zaman ortalığa çıxacaqdı. O Amerikada hələ də onu qoruyublar müəyyən mənada ki, orada qəhrəman ortalığa çıxa bilər. Yaxud Şərqdə, yaxın Şərqdə qəhrəmanlardır da, yəni adi qəhrəmanlar çıxır ortalığa və nəsə bir şey eləyir də forma olaraq. Bəlkə də biz İran, misal üçün də İranda da adi adamın hekayəsi yazılmağa başlayır da. Yəni bəlkə də biz qəhrəmanı öldürüb hüquq, necə ki Don Kixot qəhrəmanı öldürüb də ki, məzələnib oynan ki, get real şeyləri nəzərə almırsan da, köynək, dəyişik köynək götürüyorsun. Bəlkə də hüquq o ilıqlaşır və orada qəhrəman artıq ortalığa çıxmamalıdır. Düzdür, biz son müharibələrdə gördük ki, çıxmalıdır qəhrəman ortalığa, amma çıxmamalıdır və onda adi adamın hekayəsi yazılmalıdır. Bəlkə də budur səbəblərdən biri, bilmirəm, yəni forma olaraq.
hüquq deyəndə bəlkə elə şeyə keçid eləyək oradan riski Morun utopiyasına. Çünki orada da Schmidtdə danışdığımız məsələ kimi məkan və nizam üst-üstə düşməlidir. Məkana uyğun olaraq nizam qurulur. İndi utopiya kimi bir yer var və orada qurulacaq sistem hansısa bir qəhrəmanın çıxışına icazə verir, yoxsa yox. Çünki utopiyanın özünə məxsus hüquq sistemi var, düşünülür. Və həmin hüquq sistemində hansısa bir ifrat bir şəxsin çıxacağı səncə ehtimal oluna bilər, yoxsa yox? Məncə yox. Sən də elə düşünürsən ki, yəni, yox. tərifin belə verirlər də, fərd və cəmiyyət arasında konflikt olmamalıdır utopiyada. Yəni smooth qəhrəman olmadığı bir yer. 3 dənə adı çəkə bilərik. Elə belə Campanellanın Günəş ölkəsi, Thomas More'un Utopiyası, bir də Bergerac'ın filmi də var zor. Bergerac'ın demək nədir? Ay nə bilim nəyi? Ay ölkəsidir yoxsa. Hə, o 3 yerdə odur ki, çıxıntı yoxdur. Yəni hamı ilıq insandır və burada qəhrəmana ehtiyac yoxdur. Sadəcə balaca adamlar var, gedir, gəlir də hərəsə. Vətəndaşlardan. Qəhrəmanın olmamağı məsələsi. Qəhrəman harda çıxır? Yəqin ki, onda ziddiyyət olanda. Distopiyadır. Distopiyada ortalığa çıxır. Necə çıxır? Yəqin ki, amma rəzil formada ortalığa çıxır. 84-də 84 deyək, 80 biraz şeydir, ağır. 1984-də necədir? Yəni orada qəhrəmanın adını mən xatırlamıram, amma deyəsən ona sonda belə əzab verirlər, 2-2 4 deyil, 5-dir, zat dedirdirlər də ona. O prosta sadəcə müşahidə edir, hansısa bir fövqəladə aktı zadı yoxdur, hansısa cəmiyyət xilas eləmir. Çıxıntı kimi var, amma neqativ çıxıntı kimi var. Çünki axırda bilinir ki, yəni bu da o şeyə məruz qalır və öləcək də. Yevgeni Zamyatin bizdəki kimi bəlkə də. Amma ədalətsizliyə qarşı çıxır da. Yəni hesab edir ki, dünyada hər şey nizamlı gedərmişcəsinə gedir, amma əslində çox ədalətsizdir. İndi distopiya 20-ci əsrin məsələsidir deyə orada biraz pessimizmə yer var. Ona görə hansısa bir çıxıntı olaraq görülən qəhrəmanın sonda müsbət nəticələnəcək bir şey eləyəcəyinə mən şəxsən inamım yoxdur. 481-də də elədi, 451-də də elədi Fahrenheit. 1984-də də və bizdə də. Amma ədalətsizliyə qarşı çıxan biraz yəqin ki, o romantik hisslərdə, o Schiller, qaçaqlar, okey, gəlirlər də, yəni heç ləzzət eləmir cəmiyyət onlara, nəsə atılıb düşürlər. Və yaxud ən yaxşı nümunəsi Michael Kohlhaas. Heinrich von Kleist'ı sonuncu romantik kimi qeyd eləmək olar. Kleist'ın da belə faciəvi ölümü olub. Bir nəfərlə gedib və çayın yoxsa gölün qırağında özünü vurub. Bu arada real adamdır. Yəni səncə Heinrich von Kleist yazardı. Michael Kohlhaas onun qısa belə roman deyə bilərik, novella deyə bilərik. Orada göstərir ki, səhv etmirəmsə mülkədarlar yığışır və Michael'ın mal-qarasını ya atını ya da ərazisini hansını da əldən almaq istəyirlər və Michael Kohlhaas onlara qarşı dayanır. Məsələn, qəhrəman prototipi budur da. Yəni heç bir inqilabi akt zad eləmədən şəxs ola baş verən ədalətsizliyə yanına da başlayır adamlar yığmağa, onun ordusu çoxalır və s. Hamı görür ki, bu inandıra bilir. Kovboy fasonu, hə. Yəni orada ədaləti bərpa etməyə çalışan ən azından o ərazidir. Biz Batman zad dedik, biraz dünyanı xilas zad, düzdür, day o qədər yəqin ki çıxmaz. Bundan sonra da çıxmaz çünki evini sökülməyinə razı olmayan bir adam, misal üçün. Okay, misal üçün də, hə. Heç olmasa belə qəhrəman olsun ya. Yəni də gündəlik amma qəhrəman obrazı yəqin ki, itib bunun ən bariz nümunəsi də yəqin futboldadır. Futbola sən əlavən varsa futbola qədər istəyirsənsə futbola keçmədən. Normal yəni münbit şərait yarananda gedişat dəyişə bilər, industriya şeyinin, sənaye devrinin, yəni hər şey təsir olduğu üçün buna da təsir olur. Yəni sırf əgər sinema sahəsində, ədəbiyyatdan, sinema sahəsində texnologiya inkişaf elədi, hər kəsin əlçatan oldu. Yəni hər kəsin evində kameralar yayıldığı vaxt var idi. 2000-lər yadınızdadsa bu balaca DV kameralar, kasetli kameralar və s. İndi sənədli filmdə belə xüsusi növ deməyim, amma istifadə olunan vizual bir şey var da. Bəzi filmlər var, başdan ayağa arxiv materiallardan olur. Home footage deyirlər. Hər kəsin evində var idi, uşaqlar çəkirlər. Ad günlərini, xeyir şər günlərini, hər şeyi çəkənlər də var idi. Yəni mən ilk dəfə bunda şeydə bizim evdə yəni olan nümunə babamın yasıdır. Babamın yası yadıma gəlir ki, qəbr üstündə bir nəfər kamera idi və çəkirdi elə hər şeyi. O vaxt mən belə çox da sual etməsəm də sonra ağlım alamağa başlayanda dedim, xeyr olar, yəni yasını öş çəkirsən. Amma sonradan çox ləzzət elədi, açdım, baxdım, uşaq vaxtı onlar, cavanlar və s. Yəni qəşəng bir kültür yaranmışdı. İndi həqiqətən də
Batman kimi filmlərdən falan dəfələrlə dəyərli. O sırf home footage-lardan yaranan şeylər var. Müəllif filmləri, sənədli filmlər. Tam çılpaqlıq elə də, yəni hər şey həqiqətən tam çılpaqlıq ilə görürsən. Bir evin içərisində onu intimate dediyimiz o çərçivə. Amma bu yəni şəxsi arxiv, yəni hamının elə şəxsi arxivi ola bilər də. O mənə nə verir məsələn? O sənə nə verir? Məsələn, 51 Birch Street, 51 Birch küçəsi 51 mənzil, Azərbaycanlısı yəqin elə olar. O filmdə qardaş bir neçə il sonra ailəsində baş verən bir hadisədən dolayı niyə belə deyə sorğulamağa başlayır və filmin geri qalanı başdan ayağa bunların arxiv şeyləri. Bu adamın belə bir takıntısı uşağında, o home footage-ları 90-larda hər şeyi çəkib verirdi. Durmadan onu çəkib. İndi onların içindən keçərək oyda deyəcəyi bir şeyə öz ailəsini tanıyır, atasını, anasını və s. yəni o vaxta qədər yəni baxış açısı tamamilə dəyişir. Hansı ki mənə də dəhşət təsir edən filmdə, yəni artıq ondan sonra heç nə ciddi almıram bilsəm, yəni ayıb olar. Bir rejissor vardı, o 4-5 saatlıq dokumentarlar çəkirdi. Mekas idi. Mekas, Jonas Mekas. Jonas Mekas. Məsələn, yəni o Məsələn, uzun bir adı var, deyəsən. O nədir ki, neyini ki? Yo, mən baxmamışam. Məndən Nicat şair Nicat. O da başqa bir şey ya. Onunla yanaşması prosto deyirsən ki, hər şeyi təpəs aşağı eləyir də, deyir o qədər montaj və s. fikirləşsən. Yox, əslində elə deyil. Yəni biz qəhrəman deyə biraz müsbət şeyə fokuslanırıq. Mənfi belə əzazil qəhrəman da yoxdur. Hamısı belə illıqdır da. Yəni indi onu bunu bilmirəm amma xeyir şəhər elə bir ki, itib sizə sual etmək üçün soruşuram. Qəhrəman həmişə romanda necə? Qəhrəman həmişə müsbət Yo, antagonist var da. Düzdür. Qəhrəman deyən mənfi baş rol deyək belə. Yox, parlaq baş rol. Aydındır ki, bu şəri təmsil edir, bu xeyri təmsil edir. Məsələn, indi Ben Gvir var da, Yahudi. O şeyə səs verib ki, Fələstinliləri və digərlərini öldürmək olar da, misal üçün səs. Ben Gviri görsədirlər, valla deyirəm, Ben Gvirin videoları var, real videolarda. Şampanla qeyd edilir ki, insanları artıq asmaq mümkündür də. İsraildə bir 30-40% liberal var, buna qarşı çıxma, 60%-dən səs qəbul olunub. Ben Gvirin personajı, valla kimsə filmdə çəksən deyirsən ki, bu ağ eləyib, yəni çox groteskdir də, yəni açıq aydın şərdir də, yəni heç bir qram xeyri yoxdur. Deyirsən ki, elə insanlar hələ də var. Amma son filmlərdə elə davranılır ki, sanki hamının minusu var, hamının plusu var, hamı illıqdır. Yəni hamı mənfi tərəfi var ya, amma açıq mənfi və açıq müsbət insanlar hələ də var, mənə elə gəlir. Yəni office clerk-in həyatının da baş verən, yəni təlatüm çox oldu elə bil biraz. Yəni, nə qədər maraqlı üçün. Yəni onun da var, bunun da var. Mən bilirəm hamının həyatında nəsə yuxarı aşağı problem var da. Amma bu problemlərlə dolu olan kino sahəsi, ən azından kino deyirik də və yaxud romançılıq səndə harda şey yarada bilər. Bir yerdən sonra yəqin ki, sıxıntıdır da deyərsən ki, mən səndən daha tragik yaşayıram, nəinki sən bəlkə də onu da deyərsən hətta. Yəni ona o mənada qəhrəmanlıq yoxdur. O qəhrəman paylanılıb elə bir düşüb aşağı, paylanılıb bütün cəmiyyət arasında və hamı özünü oradan pay çıxartmağa çalışır. Bu narahat edicidir mənasında yox, prosta tendensiya budur. Deyirik ki, yəni görəsən qəhrəmanlıq o mənada ölübsə İndi futbola keçid eləmək olar. Futboldan məsələn bir şərait yaranır. Sadəcə 100 mindən film bu cür filmlər, yəni bu cür sənət əsərləri yaranır. Baxırsan ki, burada qəhrəman budur və bunun çıxma səbəbləri, yəni digər faktorları qoyursan ortaya ki, 100% yaşam tərzinin hansı ki, tendensiya. Mən istənilən filmdən qəhrəman çıxarda bilərəm. Yəni mən istənilən filmə baxıb deyirəm ki, burada qəhrəman budur. O mənada yox, rejissorun beynində odur ki, burada qəhrəman olmayacaq. 10 adam qrup şəklində görüşür bu rotata, başına hadisə gəlir. Mən onu o okey, o qaldı. Hansısa bir bытовой məişət məsələsini həll edən bir tutaq ki, İran filmi, bir yəni köhnə Yugoslaviya ölkələrindən hansısa bir film və s. Orada da qəhrəman var. Mən bilirəm onu. O qəhrəman bilirsən ki, bir qadın var, başına hadisə gəlir və s. Bizdə qəhrəman olaraq konsept olaraq oydu ki, indi adları sayılanda tutaq ki, Hamlet, Kolhaz, Werther, tutaq ki, tragediyasından da başqa Don Quixote və gəlir Batman, zat belə də, yəni belə pafosdur da, okey. O yoxdur. O mənada. Yəni varsa belə Batman və yaxud Joker ehtiyac görmürlər artıq, yəni. Ya bax məsəl üçün yenə də futbolu keçməmişdən qabaq bəlkə gedən insanların istədiyi, tələb etdiyi ya da satan baxır hansı yəqin ki, industriyadır da bu şey. Yəni futbola bəlkə də keçmirsən də təsəvvürsən, o da deyirsən. Futbola deyək keçmir. Ya şey var, Aristotelə belə cümlə var da, tragediya əfəndilərin komediya kölələrin janrıdır da. Çünki tragediya nədir? Orada drama var da. Yəni hər insanın ölümü ayrı-ayrılıqda, hər insan ölümünü tək yaşayır.
Bu ekzistensialdır. Yəni nə olsun ki, 1000 də adam ölüb, nə olsun mən nihilistəm. Yenə də mən sual verirəm ki, mənim axırım nə olacaqdı? Yəni bu sualdır da. Uçurumdur da birdən-birə bu formada. Amma komediya nədir? Aşağıların bir şeyi ezop diliyinə yaxud zarafat nədir? Qəlbin o Freudun sözündə anesteziyasıdır. Yəni zarafatla qorxunu dondura bilərsən. Bu kölələrin keçmiş dövrdən danışırıq. Kölələrin janrıdır. Yəni ki, tragediya o qədər tragik deyil, bəlkə komforta fırlanır. Bəlkə zarafat bu dialında zarafat eləyək, fırladaq söhbəti, amma ölüm yenə də gəlir. Yəni zarafat eləsən də, eləməsən də gəlir. Ona görə mən tragik şeyləri yenə də sevirəm. Grizzly Man olsun. Yəni baxırsan da Herzog'un filmlərində burada zarafat yoxdur da. Yəni bir adam durmadan şeyə qalxıb, dayanmadan dağlara və qardaşı orada ölüb də və gəlib anasına onu deməlidir, yəni. Bu film yəni tragikdir. Yəni burada zarafat eləmək olar, amma o çox belə soyuq zarafat olacaq o dediyin. Ona görə mən bəlkə də tragediyanı axtarırıq biz. Tragediya olmadığı üçün melki adamların burada hamıya daxil edə bilərik. Tarixdə qalmayacaq adamların filmlərini baxmağa mənim zamanım yoxdur həyat olaraq. Bilməm, belə biraz bəlkə də pafoslu danışdım. Keçək futbola. Futbol mənasında nə idi? Elə bil ki, qəhrəman var idi, artıq yoxdur. Yəni ki, futboldakı sistemin dəyişməyi ilə də bağlı. Total futbol oldu. Dedilər ki, hamı paslaşacaq. Yəni pas ötüründə qardaşlar birbaşa hücum eləməyin. Pas ötürəndə hamının özünün bir funksiyası var. Deməli 11 adamın hamısının özünün stadionda funksiyası olandan sonra bir nəfərdən asılı olmayacaq. Qəhrəmana ehtiyac yoxdur. Məhəllədə necə idi? Yəni bir nəfər pas ver ona, özü keçib vuracaq da. Yəni indi o söhbətlər də biraz kimisə fint edən çoxdan da görmürəm. Yəni fint edən keçib 4-5 adam. İspan futbol məktəbində gənclərdə də hamıya məlumdur ki, çox oyunçu keçəndə düzdür, bəlkə də onlarda mümkündür. Ən az Azərbaycan deyirlər ki, pas verin, oyunçunun fərdi qabiliyyətlərini önə çıxartmağa qoymurlar. Çünki sən funksiyasan. 11 nəfər orada, yəni qəhrəman ölüb. Maşında çarx kimidir. Maşında çarx kimi 11 nəfər bir orqanizm kimi hərəkət etməlidir. Təzə tendensiya budur. Yəni biz bir dənə yazı yazmışdıq futbol meydançasında qəhrəman ölümü. Oxumasaz da olar, burada deyəcəyik. Burada indi 2 dəqiqə deyərik. Səbəb nə idi? Səbəb o idi ki, Maradona və Pele tanrılar dövrü idi də o. Adam gəlirdi, yəni məşqinə belə kayf alırdı. Tək başına fintlər eləyirdi. Dedim ki, bu tanrının əli zad deyirdilər də, qol vurmuşdu. Sonra Messi, Ronaldo qəhrəman dövrüdür. Biraz bu insan kimi ətə qana bürünmüşdü, amma yenə də fərdi qabiliyyətlərə malikdir. Yəni 8 və 1-i götürdü. Ən yaxşı oyunçu 15. İndi belə bir yarki personaj yoxdur ki, bu qəhrəmandır. Yəni Kantana Kante oldu. Belə bir cümlə istifadə. Yəni hamı funksiya oldu və heç kim yəni deyim bipləyər idi. Səbəb oldu yəni ki, yəni heç kim özündən şeylər çıxartmasın. Şey önəmlidir, rejissor önəmlidir, qəhrəman yox. Yəni məşqçi önəmlidir, ayrı-ayrı oyunçu yox. Sən burada oynayacaqsan, sən pası bura verəcəksən. Yəni məşhur söhbət var, Guardiola Henry'yə deyir ki, Barcelona'ya keçəndə sən çox möhtəşəm oyunçusan ola bilər, amma sən primankasan da buradan qaç, Iniesta'ya sahə yarat. Deyir ki, mən qəhrəman, Arsenalda qəhrəman deyir, yox, sən burada funksiyasan. Bu bəlkə də İbrahimovic kimi adama da onu yedirə bilmirsən axı. Yəni adam deyir ki, mənə deyir ki, sən keç, necə keçirəm? Mən, yəni mən də, bana da mı? Yəni elə olmaz da. Komanda işi söhbətidir yəqin ki. Komanda işi gələndən sonra teamwork söhbəti son dövrlərin temasıdır böyük ehtimalla. Yəni korporasiya, Amerikan korporativ lifestyle-dan çıxmış şeylərdir də. Əvvəl də olub teamwork. Teamwork deyəndə qrupa yəqin ki davalar, yəni müharibəli böyük qrup götürsək, ordunun orduya qarşı strateji düşünmə. Amma qərarı bir nəfər verirdi. Bir nəfər verirdi də qərarı. Generallar olurdu, onlar çizirdiler planı ki, belə olacaq, Barbarossa planı və s. və ilaxır. Amma indi elə deyil də. İndi yəni hamı bərabər hüquqludur. Heç kəs çıxıntı olaraq çıxa bilməz. Hədəfimiz var, ona hamımız bir yerdə çatmalıyıq. Belədir. Bunun mənfi, müsbət tərəflərini bilmirəm. Saymaq olar bəlkə də ki, müsbət tərəf hamıya söz haqqı tanınır, hamı öz baxış bucağını deyir və s. və ilaxır. Mənfi tərəfi odur ki, artıq bizi gözümüzü qamaşdıran hansısa bir persona görmək çətinləşir gündən günə və ortalığa onun kimi, yəni o addan verilən fiqurlar da heç də belə xoşa gələn deyil. Hələ 100.000 film var və onların çox az filmi yaxşıdır. Yəni Kain deyirik də, Qabilin soyu çıxdı cənnətə, Tanrını atdı yer üzünə. Yəni Baudelaire demiş. Yəni ona görə də artıq hamı Qabilin soyundadır da. Yəni tanrılar Bir dənə şey əlavə kimi deyim, bunu istəsək qoyarıq, istəsək qoymarıq. Bu Vico ki, əvvəldə adını çəkdin, adı zordur, Jean-Baptiste Vico belə cəlbəcək. Yeni elm kitabı, yeni bir başlanğıc qoyub da. Tarixi önəmli sayırdı bu adam, riyaziyyatı yox. Descartes sevmirdi, deyirdi ki,
insan ancaq yaratdığı şeyi bilə bilər. Zor cümlədir. İnsan ancaq yaratdığı şeyi bilə bilər. Yəni tarixi, təbiəti insan yaratmıyor, onu bilə bilməzdi. Bu tarixi önəmli saydığı üçün, vacib saydığı üçün. Bu orada 2 dənə yadvəgərsi şeyə bölürdü. Gentillər və İbranilər. Deyirdi ki, İbranilər odur ki, dini şuurda. Yəni bunlar inanırlar ki, Allah yuxarıdadır və bütün insanlar onun quludur. Suverendi Allah, yer gəlmişən deyir ki, yeganə suveren Allahdır. Yəni ki, o qoyub süjeti, biz də ona tabeyik. Ona görə biz quluq da. Yəni biz özümüz azad iradəmiz yoxdur. Amma deyir onlar bir ayrı bir xəttdə onlar. Amma deyir bu tərəf ki var, gentillər. Bunlar kimlərdir? Demək bu güya ki Nuhun hadisəsindən sonra onun 3 oğlu o tufandan sonra sağ qalıb da bir nəsil. Onlar vəhiysiz filansız, yəni Allahı qəbul etmədən 3-4 dənə sənət ortalığa çıxardıblar. Miftə belə keçir də. Teatrdır, fəlsəfədir, oyundur, kulturadır. Bunları yaradıblar yəni də. Yəni bu dini şuur deyil, bir növ bütpərəst şuurdur da, yəni bu mənada. Və deyir orada yaranan şeylərdə bir şeyin imitasiyası var. Məsəl üçün hər şey orada gətirir. İlk teatrlar necə idi? Cəmaət yığılırdı, 2 nəfər çıxırdı və ölü babalarını birinci oyadırdılar ki, babalar ölüblər, o biri dünyadan gəliblər. İndi biz onların ruhu girir bizə və biz onların nə dediklərini əbədiyyətdən danışacağıq da. İslam üçün bu küfürdür də, yəni vur dağıt. Və o ritual idi əslində teatr özü də və burada imitasiya yaranırdı. Yəni bizə nə yadıma düşdü? Dugin deyirdi ki, mən qəsdən pis filmlərə baxıram. Çünki ən pis film reallığa ən yaxın olan filmdir. Yəni IMDb-də baxıram 2 nöqtə neçə film. Ən pis bir dənə film var, şnur görünür zaten. Yəni reallıqdan qopur və daha doğrusu oyundan qopur və reallığa sıçrayır da. Və nəyi demək istəyirəm? Bu ümumiyyətlə bu film, qəhrəman yaratmaq, industriya yaratmaq prinsipcə mifik düşüncənin bizə təklif etdiyi bir dünyadır da, teatrla, filmlə və digərlərindən də. Və bəlkə də bu ilə bitirmək olar söhbəti ki, real insanla personajın fərqi nədir? Buna yaxşı bir cavab var ki, real insan bir dəfə ölür, personaj 1000 dəfə ölə bilər. Bu çox mənim xoşuma gələn bir şeydir. Niyəsə uşaqda PlayStation oynayanda səhv eləyirdin, dəyənət dayı var idi. Deyirdi ki, diski çıxar bir də sal. Sənə belə şey gəldi ki, oyda mən 1000 dəfə ölə bilərəm. Çıxardırdın, yenə oynayırdın personajı, ölürdün, yenə oynayırdın və sənə mümkünlük verir ki, həyatını bir də belə yaşa, bir də belə yaşa. Ona görə biz orada tragediya yoxdur. Amma real həyatda tragediya var. Sən bir dəfə ölürsən. Yəni 1000 dənə variantın var onu eləyəsən. Amma sən bu yolu seçdin. Peşmanlığını da özün götürərsən, uğurunu da özün götürərsən. Ona görə real insan bir dəfə ölür, qəhrəman isə 1000 dəfə ölə bilər. Yes. Beləmədim. Və unutmayın ki, uçuruma baxarkən uçurum da sizə baxır.